Pensiya çıxana qədər Bakı Dövlət Universitetində işləmişəm. Hazırda əmək fəaliyyətimi davam etdirirəm. Təbii ki, o günü biz gözləyirdik və bir gün səhər açdım ki, SMS gəlib. Pensiyada olmaq yaxşı hissi. Niyə? Sən 100% əminsən ki, qar da yağsa, yağış da yağsa, zəlzələ də olsa, işə getməsən də sən o pulu alacaqsın. Hər şey elektronludur. Heç bir kəsdən asılı deyilsən. Bir avazda sənin əmək fəaliyyətin, əmək kitabçasında hamısı qeyd olunub və onun əsasında da pensiyanı elektron qaydada təmin edirlər. Bu çox yaxşıdır. Bir nəvəm var, o Almaniyada yaşayır. Hər gün danışırıq, hər gün. Yəni, bəlkə Bakıda yaşasaydı, o qədər çox əlaqə olmazdı.